Axşamınız xeyir. Bugün biz sizə demək olar ki, bütün ölkə əhalisini maraqlandıran bir məsələdən, mobil ünsiyyətdən danışacağıq. Yəqin ki, hamınız mobil telefonlardan istifadə edirsiniz və onların, xüsusən mobil operatorların qiymət tarifləri hamımızı narahat edir, az və çox dərəcədə. Bir də yeni bir məsələ ortaya çıxıb, mobil telefonların qeydiyyata alınması məsələsi. Əgər yeni telefonlar qeydiyyata alınarsa, bizim istifadə etdiyimiz telefonların aqibəti necə olacaq? Bütün bu məsələlərə aydınlıq gətirmək üçün mən studiyamıza bu məsələ ilə əlaqədar məsul şəxsləri dəvət etmişəm və mən istəyirəm ilk olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin şöbə müdürü Əliyar Təmirovdan başlayayım. Buyurun Əliyar müəllim. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzov, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun şöbə rəisi Babək Nəbiyev, Baksel mobil operatorunun baş ixtisası Mehman Səmədov. Təşəkkür edirəm hər bir qonağımıza, studiyamıza gəldiyi üçün və biz veriliş içərisində mən bayaq qeyd etdiyim mövzulara toxunacağıq. Söhbətimizə keçməzdən əvvəl istəyirəm ki, mövzumuzla əlaqədar, yəni mobil telefonların qeydiyyata alınması ilə bağlı kiçik bir informativ süjetimizi izləyək. Azərbaycan hökuməti mobil telefonlardan istifadəyə nəzarəti gücləndirir. Bu məqsədlə Nazirlər Kabineti mobil cihazların qeydiyyatının aparılması qaydasını təsdiqləyib. Başqa sözlə, bundan sonra ölkədə istifadə olunan bütün mobil cihazlar, o cümlədən mobil telefonlar qeydiyyata alınacaq. Belə bir qərarın qəbul edilməsinə səbəb terrorçuluq barədə bilə-bilə yalan məlumatların yayılması hallarının qarşısının alınmasına dair kompleks tədbirlər planının icrasını təmin etməkdir. Qərara əsasən mobil cihazların qeydiyyat sisteminin təşkili Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə həvalə olunub. Mobil cihazların qeydiyyat sistemi Azərbaycan telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazların bu qaydada nəzərdə tutulmuş texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi, saxlanılması və emalı üçün nəzərdə tutulmuş informasiya sistemidir. Süjetimizi izlədik, az çox da olsa bu barədə məlumat getdi. Mən istəyirəm ilk olaraq elə rəsmi şəxs kimi sizə müraciət edeyim Əliyar müəllim. Bəs bu yeni qayda necə bir qaydadır? Mən istəyirəm bununla bağlı siz biraz da ətraflı məlumat verəsiniz. Çünki mən biləm Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə həvalə olunub bu məsələ. Düşünsək ki, bizim respublikamızda hazırda 10 milyon 200 min telefon istifadəçisi var və hər 100 nəfərə 110 mobil telefon düşür və bu bizim istifadəçilərimiz üçün nə qədər əhəmiyyətlidir, onu sübut eləyir. Bu inkişafdan xəbər verir öz yerində. Amma bir başqa məsələ də var ki, əgər bu mobil telefonlar qeydiyyatdan keçirilsə, digər telefonların aqibəti necə olacaq? Bizim vəziyyətimiz necə olacaq? Hazırda respublikada telefon operatorlarının şəbəkəsində istifadə olunan bütün telefon nömrələri avtomatik olaraq həmin baza sistemində qeydiyyata alınacaqdır. Yəni burada qeydiyyata alınacaq, amma mən bildiyimə görə mobil operatorlar qeydiyyatdan keçməyən telefonlara xidmət göstərməyəcəklər. O sistemin işə düşməsindən sonra olacaq. Əgər hansı telefon qanunsuz olaraq respublikaya gətirilmişdirsə və bu qeydiyyat sisteminə daxil olunmuyubsa, o telefonlara xidmət göstərilməyəcək. Amma mətbuat xidməti belə bir müsahibə vermişdi də, informasiya yaymışdı ki, mobil telefonların qeydiyyat məsələsində mobil operatorlar məşğul olacaqlar. Bu doğrudurmu? Telefon abunə nömrəsi ilə bir yerdə hər bir cihazın özünün identifikasiya nömrəsi kimi o e-mail nömrələri mobil operatorların şəbəkəsində qeydiyyatdadır. Gəlin bunu belə sadə dildə danışaq da. Yəni bu mobil telefonların qeydiyyata alınması o deməkdir ki, onun arxasında olan hamının bildiyi 15 rəqəmli e-mail kodudur. Bu e-mail kodu salınacaq qeydiyyata. Hazırda qeydiyyatdadır. Hazırda hamı da qeydiyyatdadır. Mobil operatorlar da qeydiyyatdadır. Siz hər hansı bir mobil telefonu alıb, ora deyək ki, öz mobil nömrənizi ora salıb, deyək ki, okey düyməsini basıb işə salmağa istəyən kimi, mobil operatorlar birinci sizin həmin o, deyək ki, sim nömrənizi deyil, telefonun özünü qeydə alır. Mobil operator dərhal bilir ki, filan nömrəli cihaz onun şəbəkəsinin ətrafındadır. Ondan sonra artıq sizin sim kart nömrənizi də başlayır, araşdırır, işə salır. Adətən biz xaricdə olanda mən rastlaşmışıq bu məsələ ilə ki, bir xarici ölkəyə gedəndə telefonumuz 10 gündən sonra işləmir, avtomatik dayanır. Yəni bir sıra ölkələrdə, bu həmin məsələdə, Əliyar mənim tamamilə düzgün dedi, yəni bir sıra ölkələrdə də bu sistem var. Və yadıma salıram ki, 2 il bundan öncə də biz Rabitə İnformasiya Texnologiyaları Nazirliyinə telefon oğurluğunun qarşısını almaq üçün məhz belə bir sistemin yaradılmasına bağlı təklif eləmişik. Növbəti sualına gözə görünməz keçid elədiniz. Çox yaxşı keçidi. Amma məsələ burasındadır ki, həmən bu oğurluq hadisələri bu əməliyyatdan sonra dayandırılacaq
çox faizdən qarşısı alınacaq. Tamamilə doğrudur. Yəni bu məhz ona hesablanıb. Amma düzünü deyim ki, mən indi bu Nazirlər Kabinetinin Rabitə İnformasiya Texnologiya Naziri tərəfindən hazırlanan bu qaydalara baxdım. Deməzdim ki, mükəmməldir qaydalar. Amma burada narazı məqamlar da yaranacaq. Terrorçuluğun profilaktikasına yönəlib, diqqət edin, profilaktikasına yönəlib. Mən sizə yeri gəlmişkən deyim ki, başqa ölkələrdə, elə ölkələr var ki, məsələn Ukraynada bu qaydaların hazırlanmasıyla bağlı preambulada yazılmayıb terrorçuluğun qarşısını almaq, deyək ki, ordu'nun yazılıb ki, bazarı qaçaq malçılığın qarşısını almaq üçün. Biz bu cür maraqlandıra bilərik insanları bəlkə. Yəni, bu müxtəlif məqsədlərə yönələ bilər. Burada da yazılmayıb ki, Nazirlər Kabinetinin qərarında qeyd olunub. E-mail kod, 15 rəqəmli e-mail koddur. 2003-cü ildə axırıncı dəyişiklik olunub. İndi bu dəqiqə 15 rəqəmli koddur və o əsas 4 hissədən ibarətdir. Birinci hissəsi regional koddur, 2 rəqəmdən ibarətdir. İkinci hissəsi tag dediyimiz. Yəni siz artıq bu 15 rəqəmi şifrələyirsiniz. Bu nə deməkdir? Bəli. Baxın, bilmirdiniz, mən də bilmirdim. Deyim, mənə də maraqlıdır. Deməli, 4 hissədən ibarətdir əsas. Birincisi regional, yəni regional koddur. Bu 2 hissədən ibarət. 2 rəqəmdən, bəli, 2 rəqəmdən ibarət olur. İkincisi isə tag deyilən hissədir. Tag əlavə deməkdir də deyəsən. Mobil cihazın tipini göstərir. Cihazın tipini göstərir. Mobil cihazın tipini göstərir. Üçüncü hissəsi isə onun seriya nömrəsini göstərir. Hər bir mobil telefonun konkret olaraq seriya nömrəsi var. Və axırıncı hissə, 4-cü hissə, bu deməli təsdiq kodu. Bəli, LUN formulası deyilən bir formula var. Bu IBM şirkəti tərəfindən patentləşdirilib 1960-cı ildə. Deməli, həmən bu LUN formulası əsasında o yoxlanır. Birinci dediyim 3 şifrə yoxlanır və axırda nəticə rəqəmi verilir. Nəticə yoxlanma rəqəmidir yəni. Nəticə yoxlanma rəqəmin əgər düzgün gəlirsə bütün rəqəmlərdir. Deməli, bu rəqəm, bu e-mail kod düzgündür. Son rəqəmi verilir. Orada müəyyən bir kombinasiya var. O rəqəmləri toplayanda son rəqəm alınmalıdır. Yəni, bu e-mail kodun vacibliyin sizə... Yəni, bunu hər bir telefon üçün ayrıca, məxsusi, orijinal olaraq qeyd edirlər. Yəni, bu beynəlxalq, üzr istəyirəm, beynəlxalq GSM Assosiasiyası tərəfindən bu kodlar təsis olunub və əsasən telefon istehsalçılarına verilir. Onlar da telefonları istehsal eləyəndə hər bir cihaz üçün məxsusi olaraq bir dənə e-mail nömrəsini təsis edib verilir. Buradan necə deyim, mobil telefon oğrularına müjdə də, belə deyək. Yəni, onlar artıq adi bir əşya kimi yanaşırlar ki, hansısa bir əşyanı götürdüm, oğurladım, apardım. İstənilən yerdə sata bilərəm, hətta xarici ölkəyə keçidib orada sata bilərəm. Yəni, bunu satmaq o qədər də asan məsələ deyil, hətta özünüzü cəncələ salarsınız. Məhz Avropa ölkələri telefon oğurluğunun qarşısını almaq üçün məhz o nömrədən istifadə. Və telefon terrorçuluğu, bunu unutmayaq. Telefon terrorçuluğu bugün çox aktiv bir məsələdir. Nə qədər xüsusən gənclər tutulur bu ilə bağlı. Mən çox istərəm gənclər də yadlarında saxlasınlar ki, ola bilsin ki, kiməsə bağlı nömrə ilə zəng edirlərsə, bu demək deyil ki, onlar sığorta olunublar nədənsə. Və bu sistem tətbiq olunandan sonra məsələ daha başqa yerlərə gəlib çıxacaq. Və sizin əgər tapılmağınız qabaq bir gün çəkirdirsə, indi hətta bir neçə saniyə bəs eləyəcək ki, siz tapılasınız. Doğrudurmu? Doğrudur. Mobil operatorlar bugünə kimi də hüquq mühafizə orqanlarına sıx əməkdaşlıq edir və bu telefon cihazlarının axtarışını biz bugünə qədər də həyata keçiririk. Şikayətlər birinci mobil operatorlara gəlir. Yəni demək istəyirəm ki, sadəcə olaraq burada proses biraz sadələşəcək və biraz bu ilkin mərhələdə baş verəcək. Yəni bugünə kimi də bizə müvafiq sorğular olur və biz o e-mail kod vasitəsilə deyək ki, həmin sorğuları cavablandırırıq. Bu 3 səhifə. Bu 3 səhifə nədir də? Belə deyək, çırnavik deyirlər də rusca. Qara səhifə, boz səhifə və ağ səhifə. Boz səhifə indi bütün istifadəçilər, mən belə başa düşürəm, biz hamımız boz səhifədəyik, hə? İcazə verin, mən məlumat verim. Bir şey qeyd eləmək istəyirəm. Qanuni qaydada gətirilən və e-mail nömrəsi düzgün olan mobil telefonlar düşəcəklər ağ siyahıya. Qara siyahıya qeyri-qanuni yollarla gətirilən, qeyri-qanuni yollarla istihsal olunan, oğurlanan, tək Çindən yox, müxtəlif ölkələrdə bu işlə məşğul olan qurumlar var. Onlar istifadə edə bilməyəcəklər. Onlar istifadə edə bilməyəcəklər. Qara siyahıda olan telefonlardan istifadə olunmayacaq. Boz siyahı bu müvəqqəti bir haldır. Yəni araşdırıldıqdan sonra orada olan nömrələr aidiyyət üzrə ya ağ siyahıya ya da ki qara siyahıya daxil olunacaq. Bizim telefonlarımız baza sistemi işə düşdükdən sonra hamısı ağ siyahıya daxil. Həmin tarixə qədər nə qədər kim telefon alıb bir dəfə okey eləyib danışıbsa bu ağ siyahıdadır.
Məncə belədir Əliyar müəllim, düzdürmü? Bəli, bəli. Burada bir Ondan söhbət gedir. Həmin tarixdən bir gün sonra, deyək ki, siz bir telefon alıb gətirdiniz. Həmin tarixdən bir gün sonra. Siz Məcburən siz gedib cihazı bir aldınız, gün gətirdiniz. Gedib hansısa operatordan, Bakseldən, Azerseldən, deyək ki, Azerfondan bir nömrə alıb. Ora taxan kimi, deyək ki, onu okey basıb, aktiv eləyən kimi mobil operatordan sizə bir mesaj gələcək. Sizin telefon aparatınız qeydiyyata düşməyibdir, sizə 30 gün vaxt verilibdir. Əgər düşməyibsə, Əgər düşməyibsə, diqqət yetirin. Təzə bir şey ondan ibarətdir. Düşməyibsə, bizdə sizə adətən 30 gün vaxt verilib, mesajda yazılacaq. Xarici səyahətə gedən adamlar özünə telefon alıb gətirir, qohumuna, Yox, xarici bir qədər, üzr istəyirəm, o doğrudur. İndi mən fikrimi axıra çatdırım. Deməli, mobil operatordan ona mesaj gələcək, təxminən belə ki, 30 gün ərzində siz telefon aparatınızı gedib həmin mərkəzə qeydiyyata almasanız, sizə xidmət göstərilməyəcək. Bəs həmin telefonlar Azərbaycana daxil olanda sahibkarlar onları həmən yerlərdə qeydiyyatdan keçirdirlər axı. Bizim ikinci dəfə keçməyimizə nə ehtiyac varsa. Deməli, bu halda onun problem gözləmir. Mən ona görə dedim də, indinin özündən də bu proses başlayıb. Respublikaya telefon idxal edən şirkətlər bu dəqiqə bu sistemin müəyyən bir hissəsi Dövlət Gömrük Komitəsi tərəfindən yəni qurulmuşdur. Orada Respublikaya idxal olunan telefonların e-mail nömrələri bazada qeydiyyata alınır. Və sonradan Respublikaya idxal olunduqdan sonra onlar satış mərkəzlərində satışa çıxarılanda, təbii ki, biz gedib oradan telefonu alanda, o artıq ağ siyahıda olan telefon. Çünki qanuni yollarla Respublikaya gətirilib. Amma orada bir no var. Elə bir məqam var ki, orada e-mail nömrələr təkrar olma məsələsi ola bilər. Proqramistlər, hakerlər, peşəkarlar telefonun e-mail kodunu dəyişə bilirlər. Sındıra bilərlərmi Babək müəllim, hakerlər? Elə ola bilər ki, şəbəkədə bir neçə e-mail kodu ola bilər. Bir neçə e-mail kodu olan telefonlardan şübhələnmə məqamları olanda həmin sistemin inzibatçıları operatorlardan onu daşıyan adamların mobil nömrələrini də istəyir. Xüsusi hallar. E-mail nömrələrini yox ha. Artıq vətəndaş haqqında məlumatlar istəyir. Yəni vətəndaş haqqında məlumat istəmək artıq bu vətəndaşın konstitusiya hüququdur, özəl həyatıdır. Yəni bu necə veriləcək mən indi bunu bilmirəm. Başqa bir nömrə də var, IMSI nömrəsi. Yəni telefon nömrəsi görsənmir o. IMSI nömrəsinə uyğun axtarış edib həm də SIM-kart nömrəsindən artıq söhbət gedir. SIM-kart niyə daxil olmalıdır, vacibdir? Bu niyə vacibdir? Mən hesab edirəm ki, bu da müəyyən düşündürücü məqamlardan birisidir. Əvvəl müəllim, mən düşünmürəm ki, burada narahat edici məqamlar ola bilər. Düzdür, Osman müəllim sadaladı, bəzi məsələlərə toxundu. Hər bir əslində bunları bilib işə başlamaq çox yaxşıdır. Təbii ki. Amma mən düşünmürəm ki, narahatçılığa əsas var. Çünki mən qeyd elədim, sistemdə e-mail nömrələrindən başqa hər bir cihaza aid IMSI nömrələri də olur. Identification Mobile Subscriber Number. Bu, yəni istifadəçiyə aid olan bir nömrədir və bu nömrəyə uyğun olaraq təhlillər aparılır və bir neçə e-mail nömrəyə məxsus olan telefonlar aydınlaşdırılır. Biz indiyə qədər mobil bazarda da hərdən tez-tez şikayətlər eşidirik ki, bu mobil telefon bazarında olan oyuncular var ki, bazara telefon gətirən ki, müəyyən qurumlar tərəfindən süründürməçilik olur və yaxud da məsələn, sertifikat verməlidirsə deyir, bu sertifikat verəsi qurumun deyir, heç bir laboratoriyası yoxdur. Heç bir yoxlayıcı bir yer yox. Bunlar nəyin əsasında deyir, bizə sertifikat verəcəklər? Hansı ki, biz deyir, daha boyda qurumlardan deyir, sertifikatlı bir telefon gətirmişik də. Deyir, o qurumun deyir, laboratoriyası deyir, bir də burada deyir, sertifikat verir. Bu necə ola bilərdir? Bu məqamlar mən düşünürəm ki, indi bu sistem işə düşəndən sonra bu sertifikat məsələsi əməlli başlı önəm kəsb eləyəcək. Ona görə bəlkə burada bir normal sertifikatlaşdırılan laboratoriyalar qurmağa ehtiyac olacaq. Mən Osman müəllim fikirləri ilə müəyyən qədər razılaşmıram ki, bizdə bu sistem düzgün qurulmayıb, müəyyən laboratoriyalar yoxdur. Bizim laboratoriyalarımız var və biz beynəlxalq standartlara uyğun olaraq sertifikat almış avadanlıqların sertifikatlarını burada tanıyırıq. Yəni xaricdə test sınaq sistemindən keçmiş avadanlıqların məlumatlarına baxırıq, onlardan istifadə edirik və özümüz də bunu sınaqdan keçirərək, texniki göstəricilərini sınaqdan keçirərək sertifikatlarımızı veririk. Hakerlər sındıra bilərmi bu yeni sistemi? Deməli, 2000-ci ildə 2 dənə böyük operator, dünyada tanınmış operator rəsmi formada deyiblər ki, bəli, e-mail kodları sındırmaq mümkündür. Amma mən bilirdim, bilməz. Bilər. Amma nadir hallarda. Məndə olan məlumata da görə indiki vəziyyətdə müasir sistemlərlə bilməz. Bir var, son dövrlərdə buraxılan telefonlar. Bir də var, 20 il, 25 ildə mobil telefon buraxılır da. Bunlar hamısı şəbəkədə daxil. Yəni bir qism telefonları hakerlər sındıra bilərlər. İndi məsələn, son dövrlərdə buraxılanla bağlı fikir ondan ibarət ki, bunları sındırmaq çox çətindir. Yox, deyirlər GSM texnologiyası sındırmaq mümkün deyil. Amma
yəni indiki dövrdə Christopher Noll deyilən bir mühəndis var. O düstur müəyyən eləyib və deyir ki, bu nisbidir. Bəli, GSM texnologiyasını mən yəni xalq eləyə bilərəm. Ona görə, məhz ona görə də burada bax düşündürücü məqam ondan ibarət İrad xan. Deməli şəbəkədə paralel nömrəsi olan, eyni nömrəsi olan e-mail kodları olan telefonların işləməsi ehtimalı yetərincədir. Və bununla bağlı da bu qaydalarda artıq belə məqamlar olacaq. Belə məqam olan kimi qaydalar imkan verir ki, bu informasiya mərkəzinə ki, bu adamla bağlı informasiyanı operatordan istəsinlər. Operator da məcburdur bir informasiyanı versin. Biz hesab edirik ki, burada müəyyən başqa maddələr öz əksini tapmalıdır ki, bu hansı qaydada vətəndaş haqqında məlumatlar həmin qeydiyyat mərkəzinə verilə bilər. Bax, bu incə məqam bundan ibarətdir. Bu orada mən hesab edirəm ki, bu məsələ orada yetərincə tənzimlənməyib. Vətəndaş haqqında informasiyanı toplamağın ayrı qanunvericilik müstəvisi var. Söhbətimizin bu yerində reklamlara keçməyin vaxtıdır. Qısa bir aradan sonra yeni bir yerdə olacaq. Bütün Azərbaycanlıları narahat edən məsələ. Mobil operatorların danışıq qiymətləri niyə bahalıdır? Burada müəyyən bir hədd var ki, operator onu keçə bilməz. Hansı həddir? Həddi niyə demirsiniz? Müasir dövrdə hərəsi özünün qülləsini yüksəldir, hərəsi ora 100, 200 min, 300 min xərc çəkir və təbii ki, bu xərcləri bizim üstümüzdə oturur. 3G xidməti niyə keyfiyyətsizdir? 28 megabit və s. Nə danışırsınız? 5-dən yuxarı mən rast gəlməmişəm. Bəs mobil telefonların yeni sistemlə qeydiyyata alınması bizi xərcə salacaqmı? O telefonlara xidmət göstərilməyəcək. Gizlədilən məqamlara İradə İsaq, Rabitə Nazirliyi və mobil operatorlarla birgə aydınlıq gətirəcək. Razısınızmı mənlə bu qiymət siyasətinin düzgün aparılmaması ilə bağlı? Xəbərin izindəsiz, biz mobil ünsiyyətdən danışırıq. Ümid eləyək ki, bu mexanizm işə düşəndə artıq tam hazırlıqlı vəziyyətdə biz olacağıq. Dünya təcrübəsindən də yararlanaraq. Hər halda əgər bunu eləməsək, bunun fəsadları da olacaq. Təbii ki, çox böyük fəsadları olacaq. Süründürməçiliyindən tutmuş, əhalinin narazılığından tutmuş, sonra siz deyirsiniz, xakerləri üçün sındırmaq bəlkə daha asan olar, əgər düzgün qurulmasa sistem. Mən indi keçirəm məsələnin əhalini daha çox maraqlandıran hissəsinə, mobil operatorların qiymət tarifləri ilə bağlı məsələyə keçirəm və bu ilə də bağlı istəyirəm ki, qısa bir süjet təqdim edək ki, söhbətimizə giriş olsun. Beynəlxalq Telekommunikasiya İttifaqının hesabatında Azərbaycan dünyanın ən bahalı telefon danışığı olan dövlətləri sırasında yer alıb. Beynəlxalq qurum mobil danışıq qiymətlərinin baha olduğu ölkələrlə bağlı araşdırma aparıb. 180 ölkə arasında aparılan sorğuya görə Azərbaycan 46-cı yeri tutur. Hesabatda 25 standart zəng və 30 mesaj əsas götürülür və bunun üçün ayda 15-30 dollar arasında xərc çox bahalı hesab olunur. Azərbaycanın xərcləri 15 dollar təşkil edir. MDB ölkələri arasında ən ucuz mobil rabitə qiymətləri Özbəkistan, ən bahalı tarif isə Gürcüstandadır. Belə ki, qonşu Gürcüstanda mobil rabitə vasitəsilə danışığın hər dəqiqəsi üçün təxminən 15 sent ödəmək lazım gəlir. İkinci ən bahalı mobil tariflər Qazaxıstandadır. Bu ölkədə mobil şirkətlərin abunəçilərdən orta hesabla hər dəqiqə danışığı üçün 13 sent alırlar. Azərbaycan isə mobil telefon tarifinin yüksəkliyinə görə MDB-də 3-cüdür. Ölkə vətəndaşları üçün mobil telefonla danışığın hər dəqiqəsi təxminən 12 sentə başa gəlir. Rusiyada danışıq qiymətləri təxminən 4 sent təşkil edir. Ən ucuz danışıq tarifi Özbəkistandadır. Bu ölkənin sakinləri mobil danışığın hər dəqiqəsi üçün 2 sent ödəməli olurlar. Gördüyünüz kimi, əslində bu sevindirici haldır. Bu mobil operatorlardan, xidmətlərindən istifadə get-gedə artır, əhali istifadə, amma bunlar heç bir qiymətlərində endirim eləmirlər. Yəni son dövrlərdə bunların qiymətlərində bir dənə qəpiyə keçmək məsələsi. Onu da hansı ki, Əli Abbasov bizim nazirimiz xeyli üzərinə düşdü bu məsələnin. Ondan sonraki bunlar qəpik sisteminə keçdilər. Amma yenə də qəpik sisteminə keçdilər, belə elə bir fərq olmadı. Razısınızmı mənlə bu qiymət siyasətinin düzgün aparılmaması ilə bağlı? Çox düzgün qeyd elədiniz ki, biz kontur sistemindən manat sisteminə keçdikdən sonra mobil telefon danışıq tariflərində xeyli azalma oldu. Deməli, keçid reallaşdırıldı ötən ilin may ayında və bundan sonra bizim apardığımız hesablamalara görə təqribən 30% mobil telefon danışıq tarifləri aşağı düşdü. Bu vaxta qədər də, həmin dövrə qədər də, yəni biz hiss edirik ki, mobil operatorlar bu istiqamətdə iş görürlər və bu mütəmadi olaraq davam etdirilir. Müxtəlif kampaniyalar keçirilir və müxtəlif istiqamətlər üzrə mobil telefon tarifləri aşağı salınır. İndi təbii ki, istifadəçilər
istifadəçilər bu qane etməyə bilər. Çünki hər bir istifadəçi istəyər ki, mobil telefon danışıq tarifləri daha aşağı olsun. Amma digər tərəfdən biz bu məsələyə yaxınlaşsaq, hər bir əmtənin ortaya çıxmasında, hər bir xidmətin göstərilməsinə müəyyən bir xərclər çəkilir. Yəni, məsələ burasındadır ki, xərclər eyni olduğu kimi qalır. Amma istifadəçilərin sayı çoxalır. Bu, gəlirin artması deməkdir. Düzdürmü Osman müəllim? Razıyam. Yox, burada adam başına düşən, nömrə başına düşən xərclər var. Müxtəlif xərc metodları var və mən düşünürəm ki, bu proses, yəni tariflərin aşağı düşməsi prosesi bundan sonra da davam edəcəkdir. Yəqin ki, indiki halda digər ölkələrlə müqayisədə bizim tariflərimiz demək olmaz ki, o qədər də yüksəkdir. Gördüyünüz məlumatdan da MDB ölkələri arasında biz 3-cü yerdəyik. Bizim 3-cü yerdə olmamız göstərir ki, qiymətlər çox pahalıdır. Razılaşaq. Azercell və Azerfon şirkətləri gəlmədilər. Amma mən onlara verilən bütün sualları burada səsləndirəcəm. Başqa zamanda özlərinə lazım olanda reklam məqsədi daşıyan onlar həmişə hər yerdə var. Amma bugün xalqın qarşısına cavab vermək lazım gələndə, tariflərlə bağlı insanların sualına cavab vermək lazım gələndə onlar olmadılar. Buna görə də biz məsələyə aydınlıq gətirə bilməyəcəyik onlarla bağlı, amma suallarımız səslənəcək. Eşidirəm. Yalnız və yalnız qiymət üzərində dayanmaq, məsələn, üçün yoldaş da biraz bundan əvvəl sual verdi. Bu biraz biz xidmət məsələsində gələcəyik. Düzgün olmazdı. Çünki yenə də deyirəm, əvvəla müqayisə etmək lazımdır ki, bizdə mobil xidmətlərin nə səviyyədə idi? Bir neçə il bundan əvvəl indiki vəziyyət. Yəni demək istəyirəm ki, yalnız bunu qiymət siyasəti ilə əlaqələndirmək düzgün olmazdı. Son illər məsələn Baksel bir özəl şirkət olaraq böyük deyək ki, vəsait qoymuşdur və hal-hazırda bizim inkişaf etdiyimiz istiqamətlərin də biri keyfiyyət istiqamətidir. Yəni qoyduğu vəsait mesenat vəsaiti deyil axı. Bu gəlir götürmək məqsədi ilə qoyulmuş. Yenə də mən qeyd etmək istəyirəm ki, burada söhbət müasir texnologiyalardan gedir. Yəni bu hər gün, hər an yeniləşir. Təbii ki, hər bir operator buna böyük səmayelər qoymalıdır ki, və bu perspektivi fikirləşmək lazımdır. Bugün bunu sual verildi, yəni bugün bunu biz edə bilərik. Amma bunun sabahı var. Müasir dövrdə mobil cihazdan yalnız... Nə narahatçılıq törədir? Qoyulan qiymətlər nədən irəli gəlir? Nədən bağlıdır? Nə ilə bağlıdır? Yəni burada müxtəlif aspektlər var. Yəni yenə də demək istəyirəm, hər bir mobil operator... Kim müəyyəndir ki, 12 sent olsun? Deyək ki, nəzərdə tutaq, təbii ki, o istəyər ki, onun ən aşağı qiymətlər olsun. Ancaq burada başqa məqamlar var, yenə də demək istəyirəm və bu ona gətirib çıxardır ki, bütün bu aspektlər, bütün bu məqamlar nəzərə alınır. Son 3-4 ilin cədvəlinə baxsaq, qiymətlər enmə istiqamətində gedib. Amma gedib, düzdür. Amma indi biz statistik rəqəmlər göstərir ki, qonşu ölkələrdən müqayisədə baha olaraq qalmaqdadır. Diqqətin, mobil bazarda bir anlayış var. ARPU deyirlər də buna, səhv eləmirəmsə. Yəni bir müştəriyə göstərilən xidmət operatora neçəyə başa gəlir? Deyək ki, 5 dollar müştəri ona pul verirsə, 2 dollar bunun qazancıdır. Yəni bu məsələ. İndi mən hesab edirəm ki, operatorlar açıqlama verməlidirlər ki, bizdə tariflərin bu cür olmasının kökündə duran məsələ odur ki, bir müştəriyə bizim çəkdiyimiz xərc yüksəkdir. Ondan sonra sual doğuracaq ki, nə üçün yüksəkdir? Hansı xidmətləriniz var? Siz deyək ki, dövlətin telekommunikasiya şəbəkəsindən istifadə edirsiniz, nə qədər pul ödəyirsiniz? Məsələn, digər beynəlxalq trafikdən istifadə edirsiniz, nə qədər pul ödəyirsiniz? Məlum olacaq ki, mən indi operatorların xeyrinə danışıram, fikir verin. Yəni, gələn Mehman bəy bunları deyə gələm. Xərc nə qədərdir? İndi bundan sonra məlum olacaq, biz o xərcə baxanda görəcək ki, operatorlar elan eləməlidirlər ki, hər operator, bütün inkişaf etmiş ölkələrin hamısında elan edirlər. Bizim bir müştəriyə göstərdiyimiz xərc bu qədərdir. Mən hələ eşitməmişəm ki, bizim operatorlar bunu elan eləsinlər. Bizdə nə qədərdir, məsələn, bir müştəriyə düşən xərc? Yəni, bu müəyyən məqamlar var. Kommersiya sirridir. Təbii ki, bu düzgün olmazdı. Açıq informasiyadır. Başqa ölkələrdə bu açıq informasiyadır. Bizim bazarda bu dəqiqə azad rəqabətdir. Qiymətlər bazar tərəfindən tənzimlənir. Yəni, rəqabətli bir mühitdə sözsüz ki, qiymətlər daim aşağı düşəcəkdir. Amma orada müəyyən bir hədd var ki, operator onu keçə bilməz. Yəni, bunu keçsə... Zərər eşitdir. O hədd hansı həddir? Hansı həddir? Həddi niyə demirsiniz? Məsələn, mən hesab edirəm ki, Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin, xüsusən belə təmizləyici qurumları ciddi bundan maraqlanmalıdır. Bizdə problem ondan ibarətdir ki, bizdə hələ də müstəqil tənzimləyici qurum yoxdur.
Bizdə elə tənzimləyən də Rabitə İnformasiya Texnologiya Nazirliyidir. Dəfələrlə biz bu məsələni burada qaldırırıq. Tənzimləyən də rabitədir. Deyək ki, kommersiya ilə məşğul olan da rabitədir, qanuni kommersiya ilə və dövlət siyasətində keçən rabitədir. Niyə məsələn Özbəkistan bizdən inkişaf dərəcəsinə görə xeyli aşağı olan bir ölkədə 2 sentdir, bizdə 12 sentdir. Bu 12 sent hardan gəlir? Son statistik göstəricilərə görə 7 sent təşkil eləyir və bizdən baha olan ölkələrin siyahısına Moldovanı da yerləşib qoymaq lazımdır, Belarusiyanı da qoymaq lazımdır. O əgər varsa, məsələn, bunları yerləşdirmək lazımdır. Regional Rabitə Birliyinin hələ bu 2010-cu ilin sonuna olan sonuncu hesabatıdır və onu da qeyd eləmək lazımdır ki, bu bizdə kontur sistemindən manat sisteminə keçməzdən əvvəl olan göstəricidir və ondan sonra bizdə qiymətlər bayaq qeyd elədim ki 30% aşağı düşmür. Mobil operatorların arasında bir-birləri ilə tarif qiymətləri də çox bahalıdır. Məsələn, mən bilirəm ki, Rusiyada 2 şirkətdir də, Megafon və Beeline. Hər ikisinin arasında rəqabət bizimkindən qat-qat ucuzdur. Yəni, hətta onlar öz operatorlarına ödənişsiz sistemlər də həyata keçirirlər. Onların məsələsi bizdən xeyli ucuzdur. Amma bizdə mobil operatorların bir-birinə sanki qəddar bir yanaşma var. Bu nə ilə bağlıdır? Yəni, xeyli bahalıdır. Mən bunu qəddar adlandırmazdım. Sadəcə olaraq Tarif Şurası tərəfindən müəyyən edilmiş. Bunu Tarif Şurası təyin edib? Təyin edir, arasında olan. Nəyə əsasən təyin edir? Nazirlər Kabinetinin qərarına əsasən tarifləri dövlət tərəfindən tənzimlənən qiymətlər var və onların içərisində rabitə xidmətləri də aiddir. Və rabitə xidmətlərinin müəyyən bir hissəsi, tutaq ki, beynəlxalq telefon danışığı tarifləri, şəhərarası telefon danışığı tarifləri Tarif Şurası tərəfindən tənzimlənir. Amma mobil operatorların özlərinin şəbəkə daxili tarifləri və birindən digərinə zəng etmə tariflərini Tarif Şurası təsdiq edir. Bəs mən onu deyirəm də, biri digərinə, məsələn, siz Baksel... Bazara uyğun olaraq özləri müəyyən. Özləri, məsələn, siz Bakseli, bir dəqiqə, mən istəyirəm onu, Baksel burada olduğu üçün, Bakseldən Bakselə zəngin bu dəqiqə real qiyməti nə qədərdir? Bu fərqlənir. Çünki bizdə müxtəlif tarif paketləri var. Cin, Gold, Class və s. Yəni, gəlin belə danışaq. İnsanların, yəni, Class bilir ki, abunə sistemidir. Yəni, insanların istifadə etdiyi qeyri-abunə sistemləri. Sizdə, indi mən adları hamısını dəqiq bilmirəm. Müxtəlifdir, yenə də deyirəm, o seçim qarşısındadır, o SMS-dir, yoxsa danışıqdır. Yəni, danışıqdan söhbət gedir. SMS standart qiyməti olur həmişə. İradə xanım, məhz ona görə çox özür istəyirəm də. Bu operatorların da bu siyasəti, təbii ki, bunlar biznes qurumlarıdır, bunlar qazanmalıdırlar da. İndi operatorların hamısına üçünə də baxsaq. Azərseldən 29 sentdir, bu çox bahadır. Operatorlara baxsaq, bunların müxtəlif paketləri var. Məsələn, mən hesab edirəm ki, istehlakçı kimi, mən hesab edirəm ki, bu kifayət qədər qəliz bir strukturdur, bəlkə də düşünülmüş bir şeydir. Amma elə paket tapmaq olar ki, ucuzdur, eləsi olmalı ki, bahadır. Amma yenə deyirəm, məhz orada o parametr rol oynamalıdır ki, elə bir parametr var ki, oradan çıxış eləmək lazım. O parametri bunlar açmırlar. Amma ikinci, bayaq siz bir qədər, mən də hesab edirəm ki, biraz sərt yanaşma oldu operatorlar arasında o qəddar fikir verir. İndi qəddar deməyəm. Əgər yumuşaq münasibət olsaydı, yaxşı münasibət olsaydı, istehlakçıların xeyrinə münasibət olsaydı və Rabitə İnformasiya Texnologiyaları Nazirliyi də buna dəstək versəydi, hər operatorun özünün ən bahalı şey nədir? Üzr istəyirəm, rus dilində deyim, vışqa, qülləsini yüksəltmək. Hər operatorun özünün qülləsi var. Avropa ölkələrində, başqa ölkələrdən geçsə, bir dənə qüllə var, 3 operator ondan istifadə edir. Bizdə hərəsi özünün qülləsini yüksəldir, hərəsi ora 100, 200 min, 300 min xərc çəkir və təbii ki, bu xərclər bizim üstümüzdə oturur. Deməli, normal siyasət yürüdə bilsə, qiymətləri aşağı salmağın imkanları var. Yəni, sağlam rəqabət yoxdur mu? Baza stansiyası, məsələn, Baksel hər dəfə elan edir ki, mənim ən çox baza stansiyası məndədir. Deyək ki, o bir operator. Amma fikir verir, həm burada torpaq sahəsi gedir, həm xərc gedir, həm böyük investisiya qoyulur. Bunu fikir verir, 3 dəfə azaltmağa imkan var da. Bunun üçün nə etməlidir? Bunun üçün Rabitə İnformasiya Texnologiyaları Nazirliyi münbit şərait yaratmalıdır. Operatorlar arasında da münbit mühit olmalıdır. Doğrudurmu? Əməliyyatlı bir məsələdir. Bu, baza stansiyalarından birgə istifadə eləmək və biz bu istiqamətdə operatorlara öz tövsiyələrimizi veririk imkan olan daxildə, imkan olan yerlərdə. Tövsiyə məsləhət xarakteri daşıyır, yoxsa konkret xidmət? Öz qülləsindən, digər avadanlıqlardan istifadəyə şərait yaratsın. Yox, tövsiyə məsləhət xarakteri daşıyır, yoxsa konkret xidmət? Yox, tövsiyə xarakteri. Olur ki, hərəsinin özünün baza stansiyası var, hərəsinin özünün vışqası, qülləsi var və o xərclər də hamısı bizdən çıxar. Əgər indi deyək ki, 3 qüllənin əvəzinə 1 qüllə olmuş olsaydı, mən hesab edirəm ki, elə baza, deyək ki, mobil operatorlarında ən böyük xərci məhz o baza stansiyalarının üstündə da. Başqa elə bir böyük xərci yoxdur. Sistem quruldu, knopkanı basırsan, sistem işləyir. Mobil cihaz
cihazların qeydiyyatında mobil operatorlar oğurluqlara, qara siyahıya xidmət göstərməyəcək. Qara siyahıya Rabitə Nazirliyi sizə tuşluq olaraq diqqət edin. Qara siyahıya xidmət göstərməmək üçün operatorlar o informasiya qara siyahıya deyək ki, inteqrasiya olunmalıdırlar. Yəni mobil operator təzədən bir sistem qurmalıdır ki, o qara siyahıdan informasiyanı götürsün. Qərar da mobil operatorların üzərində qoyub bu xərci çəkmək. Avadanlığı alacaqlar, avadanlığı almalıdır, şəbəkəni qurmalıdır. İndi bizim qorxumuz ondan ibarətdir ki, cəmiyyət olaraq, istifadəçi olaraq bizim qorxumuz ondan ibarətdir ki, mobil operatorlar həmin o çəkdiyi xərci bizim üstümüzdən çıxacaqlar. Yəni bizim saniyəmizdən, bizim kontrolumuzdan çıxacaq. Bax, bu özdə bir təhlükədir. Belədirmi, Əliyar bəy? Mən düşünürəm ki, narahatçılığa əsas yoxdur. Müəyyən qədər təkmilləşdirməklə yeni yaradılacaq bazı sistemini inteqrasiya edəcəklər və istifadəçilərdən bununla əlaqədar heç bir xərc. Yəni, hər halda biznes qurumu ayrı əlavə bir xərc çəkirsə, əlavə bir sistem qurub, əlavə avadanlıq alırsa ki, buradan qara siyahıdan informasiyaları götürsün, o xərc, biznes qurumu o xərci cibindən qoymayacaq da, yəqin istifadəçilərdən alacaq. Mən maraqlı bir məqamı qeyd eləmək istəyirəm. Şəxsən, yəni, hər bir istifadəçi istəyər ki, istifadə etdiyi xidmətin qiyməti minimum dərəcədə az olsun da, hətta pulsuz olsun. Hamı onu istəyər. Amma gəlin baxaq görək, bu mümkündürmü? Amma biz həmişə deyirik ki, bizdə mobil tariflər bahadır, başqa tariflər bahadır. Amma heç vaxt mən eşitməmişəm ki, hansısa bir istifadəçi desin ki, bizdə sabit telefonlarla şəhər içi danışmaq pulsuzdur. Əvəzində beynəlxalq danışıqlar qonşu ölkələrdən 7 dəfə bahadır. Və bunu niyə demirsiniz? Oradan aldığınız pulu buradan çıxırsınız. Mən elə bildim ki, siz yaxşı bir şey deyəcəksiniz. Əksinə, bu daha da mənfalıdır. Müzakirələrimiz çox qızğın keçir, amma bu arada reklamlara keçməyin vaxtıdır. Biz də bir yerdə olacağıq. Bütün Azərbaycanlıları narahat edən məsələ. Mobil operatorların danışıq qiymətləri niyə bahalıdır? Burada müəyyən bir hədd var ki, operator onu keçə bilməz. Hansı həddi? Həddi niyə demirsiniz? Müasir dövrdə hərəsi özünün qülləsini yüksəldir, hərəsi ora 100, 200 min, 300 min xərc çəkir və təbii ki, bu xərcləri bizim üstümüzdə oturur. 3G xidməti niyə keyfiyyətsizdir? 28 megabit və s. Nə danışırsınız? 5-dən yuxarı mən rast gəlməmişəm. Bəs mobil telefonların yeni sistemlə qeydiyyata alınması bizi xərcə salacaqmı? O telefonlara xidmət göstərilməyəcək. Gizlədilən məqamlara İradə İsaq, Rabitə Nazirliyi və mobil operatorlarla birgə aydınlıq gətirəcək. Razısınızmı mənlə bu qiymət siyasətinin düzgün aparılmaması ilə bağlı? Xəbərin izindəsiz, biz mobil operatorların qiymətlərini müzakirə edirik. Beynəlxalq danışıq tarifləri digər ölkələrlə müqayisədə baha deyil. Beynəlxalq danışıq tarifləri Azərbaycan ən yüksək olan ölkələr qrupuna aiddir. Ən yüksək. Bütün beynəlxalq statistikalarda bu. Hətta Türkiyədən bura zəng eləmək daha ucuz başa gəlir. Deyək ki, biz Türkiyədən çox danışırıq. Bu nəyə ki, buradan Türkiyəyə zəng eləmək. Ona görə burada callback sistemindən istifadə olunur. Hamı əksinə buradan oraya, oradan bura zənglər olur. Bu da dövlətin ziyanına gedir. Əksinə burada dövlət qazanmır. Kim zəng edirsə o ölkələr qazanır. Aha. Bu məsələ də var. Doğru mu Əliyar mən? Mən belə düşünməzdim. Yəni, hansı əsaslarla belə düşünməzdiniz? Mən qeyd elədim, bizdə statistika var, rəsmi statistika var. Mən onu sizə verəcəm verilişin sonunda. Ki, bizim tariflərimiz digər ölkələrlə müqayisədə, yəni Osman müəllimin qeyd elədiyi kimi çox yüksək deyil. Niyə siz elə deyirsiniz? Mənim indi yadıma düşdü. Əli Abbasov da demişdi. Bu sözü Əli Abbasov da demişdi. Bizim nazirimiz də demişdi ki, bizim beynəlxalq danışıq roaming xidməti deyirikdə, xüsusən roaming ümumiyyətlə bahadır bizdə. Hələ roamingə gəlib çıxacağıq. Beynəlxalq danışıqlarımız xeyli bahadır. Bunu o da demişdi. Mən yadımdadır bu müsahidə. Əlbəttə, yəni bu danılmaz bir, yəni bu bilinən şeylərdir. Yəni burada biz təzə bir şey danışmırıq. Yəni Azərbaycanda razıyam ki, deyək ki, şəhər daxili danışıq, deyək ki, hansı ki bunu da deyək ki, dəqiqə hesabına keçirmək istəyir Rabitə İnformasiya Texnologiya Nazirliyi və bildiyimə görə 4 dəfə Tarif Şurasına müraciət edib, 4-ündə də məğlub olub. Tarif Şurası bunu dəstəkləməyibdir. Bilməm, bildiyimə görə 5-ci dəfə müraciət eləməyə hazırlaşırlar. Hesab edirəm ki, hələlik dəqiqə hesabına keçmək üçün şərait yetişməyibdir bizdə. Müəyyən qədər beynəlxalq danışıqlardan təbii ki, daxil olan gəlirlər şəhər telefonlarına çəkilən xərcləri subsidiya edilir. Amma
sizin qeyd elədiyiniz kimi belə deməyə bizim əsasımız yoxdur ki, bizim tariflərimiz dünyadan ən bahalı tariflərdir. Burada bilirik ki, 3G xidməti istifadə olmağa başladı. Amma indi mən çox az adama rast gəlirəm ki, bu 3G xidmətdən istifadə eləsə, məncə Azərfona birinci verildi də bu. Deməli, nəyə görə Azərfona? Baxmayaraq ki, Azərsil daha qədim, deyək də, daha əvvəl yaranmış bir təşkilat idi. Niyə məhz yeni yaradılmış Azərfona bunu verdiniz? Azərfona 3G xidmətləri üzrə lisenziya 2009-cu ildə verilmişdi. Bizdə lisenziya verilməsinin bir proseduru var. Yəni Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə təsdiq edilmiş bir qayda var. Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş əlavə şərtlər var və lisenziya verilməsi üçün müəyyən sənədlər tələb olunur. Təbii ki, Azərfon bu tələb olunan sənədləri ilk olaraq Nazirliyə təqdim elədi və o lisenziyanı Nazirlikdən aldı. Ötən ilin noyabrında Nəhayət ki, Rabitə İnformasiya Texnologiyaları Nazirliyi çox düzgün olaraq hər iki quruma, Bakselə, Azərsilə də 3G verdi. Biz, məsələn, proqnozlaşdırırdıq ki, bəli, bu 3G məsələsi ortaya çıxandan sonra Azərbaycanda nəhəng bir ajitaj olacaqdır. 3G-nin üzərinə böyük xidmətlər gələcəkdir, sürətli internet olacaqdır. Amma çox təəssüf ki, noyabr, dekabr, yəni 4 aydır, biz hələlik o ajitajı müşahidə edə bilmirik. Nə ilə bağlıdır bu? Mən istəyirəm Ahmet müəllim bu suala cavab versin. Bunu izah edə bilərəm. Sadəcə olaraq deyə bilərəm ki, mən gündə bundan istifadə edirəm. Noyabr ayında verilib lisenziyalar və keçən 3-4 ay ərzində 3G xidmətlərindən istifadə edən abunəçilərin sayı 2 milyona çatmışdır. Və bu deməyə əsas verir ki, kifayət qədər bu xidmətdən insanlar istifadə edirlər. Nə ilə bağlıdır bu ajitajın olmamağı, geniş yayılmamağının? Bəlkə də ehtiyatla demək istəyirəm ki, sanki donub qalmağının kökündə duran nədir? Keyfiyyətlə bağlıdır. Burada baxın, yoxlayın. Tutaq ki, 3G-ni tutursa, burada yazılacaqdır 3G. Gelin başqa otağa girin, orada tutmayacaq. Bir qədər şəhərdən uzaqlaşın, tutmayacaq. Yəni, bu keyfiyyətlə bağlıdır. Adicə şəhərin mərkəzində hansısa bir binaya girirsiniz, 3G yoxa çıxdı. Keçdi oldu E-C. Deyək ki, yəni bununla bağlıdır. Yəni keyfiyyət nə ilə bağlıdır? Əlbəttə, bütün bu istifadəçilər bunlar. Məsələn, elan ediblər operatorlar ki, 21 megabit, deyək ki, 28 megabit və s. Nə danışırsınız? 5-dən yuxarı mən rast gəlməmişəm. 5-dən yuxarı rast gəlməmişəm. Siz hətta şəhərin ortasında, şəhərin ən mərkəzində. Məməm müəllim, keyfiyyət nə ilə bağlıdır? Niyə bu qədər keyfiyyətsiz işləyir 3G? Xüsusən də mən fikir vermişəm, bu internet xidmətləri də Bakseldə zəif işləyir. Yəni yeri gəlmişkən deyim ki, 3G ilə bağlı əlavə xidmətlər deyək. Məsələn, Opera təzə Baksel yeni bir xidmət verdi, Opera Mini-ni. Sonra deyək ki, sosial medianın pulsuz. Bəlkə də deyərdim ki, 3G ilə bağlı göstəricilərin yaxşı olduğu elə Bakseldir. Düzünü desək, digərlərini müqayisə eləyəndə. Hətta. Siz şikayətlər alırsınızmı? Şirkət olaraq ola bilsin, sizə hansı bir şikayətlər daxil olurmu ki? Məsələn, müəllim dedi ki, biz monitorinqlər keçirtmişik. Sizə belə bir şikayətlər olurmu? Müəllimə minnətdaram ki, biraz obyektiv burada çıxış elədi. Çünki bu məsələni nə ilə əlaqələndirmək istəyirəm? Yəni, son dövrlər, son aylar biz xüsusilə bu əhatə məsələsinə diqqət yetiririk və söhbət yalnız Bakı şəhərindən getmir, regionlardan və s. digər ərazilərdən gedir. Və yenə də demək istəyirəm, bu çox böyük vəsait tələb edir. Hal-hazırda gündəmdə Bakseldə artıq 4G həll oluna bilməz. Tamaşaçının sualı var, deyəsən. Bakselə müraciət eləmək istəyirəm. Bu bəzi yerlərdə nömrə satırlar, 2 manat, 3 manat, əzələ Bakseldə cin nömrələr. Bunun telefonda, mağazinlərdə satılanla bunun qeydiyyatı fərqi olar bizim üçün. Əvvəla nömrə satışı Nazirlər Kabinetinin müvafiq qərarı var. Yəni, sizinlə müqavilə bağlanır və müəyyən rekvizitlər var, müəyyən, deyək ki, ad, soyad və digər, onlar qeyd olunmalıdır. Yəni, sizinlə mütləq müqavilə bağlanmalıdır. Nəinki beynəlxalq danışıqlar, roaming qiymətləri də xeyli yüksəkdir və mənə çox maraqlı bir məqam oldu, Ələr müəllim. Mobil operatorlar bunda məhz Aztelekomu günahlandırırlar ki, beynəlxalq çıxışın pul hissəsini daha yüksək məbləğdə təmin edirsiniz. Yox. Yəni, o da beynəlxalq çıxışı siz təmin edirsiniz də? Beynəlxalq tarifləri mən biraz öncə qeyd elədim, Tarif Şurası tərəfindən təsdiq olunur. Yəni, burada Aztelekomu günahlandırmaq düzgün deyil və roaming tarifləri adətən dünyanın bütün ölkələrində yüksəkdir. Sadəcə olaraq Avropa Birliyinə daxil olmuş ölkələrdə roaming tarifləri aşağıdır və bu da Avropa Komissiyası tərəfindən qəbul olunmuş qərara əsasən o birliyə daxil olan bütün ölkələrində roaming tariflərinin qiyməti müəyyən bir sabit qiymətlər müəyyənləşdirilib, onlar aşağıdır və bizim
apardığımız iş ona istiqamətlənib ki, biz də öz ölkəmizdə roaming tariflərini müəyyən qədər aşağı indirək. Bu təşəbbüs ilkin olaraq 2010-cu ildə Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin Sankt-Peterburq şəhərində keçirilmiş iclasında qaldırılıb və bundan sonra Regional Rabitə Birliyinin Bakı şəhərində keçirilən iclasında bizim nazirlik tərəfindən belə bir təşəbbüslə çıxış etdik bizim nazirlik və bundan sonra MDB üzv ölkələrində roaming tariflərinin aşağı salınması ilə əlaqədar operatorlar arasında danışıqların aparılmasına başlandı. Yəni bizim operatorlar bugün desək ki, biz roaming tariflərini aşağı salırıq, onlar bir tərəfli qaydada bunu eləyə bilməzlər. Çünki hər üç operatorlar təxminən dünyanın bütün ölkələrində fəaliyyət göstərən 200-300-ə qədər operatorlarla bunların müqavilələri var. Və bu müqavilələr əsasında roaming tarifləri formalaşır. Və bunları da aşağı salmaq üçün gərək hər iki operator bir-birindən qarşılıqlı razılıq əldə eləsinlər və müəyyən qədər aşağı salsınlar. Və bu istiqamətdə görülən işlər nəticəsində həm bizim nazirlik tərəfindən, həm İqtisadi İnkişaf Nazirliyinin Anti-İnsar Departamenti tərəfindən birgə görülən tədbirlər nəticəsində, həm operatorların səyləri nəticəsində, apardığı danışıqlar nəticəsində roaming tarifləri müxtəlif istiqamətlər üzrə təxminən 50% aşağı indirilibdir və bu sahədə işlər davam etdirilir. Yəni mən belə başa düşdüm və ümid edirəm ki, inşallah ki, bu qiymətlərin endirilməsində hansısa bir işlər görüləcək. Bu 3G sistemində elə bir xidmətlər var ki, bunlar hələ bizdə tətbiq olunmuyub. Məsələn, radioların olması, 3G xidmətdə, bunlar bizdə yoxdur, deyil mi Babək xanım? Proqram nəzərdə tutulursa 3G, yəni sürəti dəstəkləyir ki, o radioda internetdən qulaq asılsın və televiziyada. Radionun interneti anlatır. Əgər siz dediyiniz kimi onlayn, yəni sırf operator özü xidmət göstərmək, mən bildiyimə görə yalnız Azərfondadır. Yox, Bilal xanım, burada söhbətdən nə qədər, mən sizə belə başa düşdümsə, söhbət nədən gedir? Yəni 3G-nin üzərində başqa ölkələrin təcrübəsinə baxsaq görərik ki, təkcə internet yox, təkcə deyək ki, hansısa bir brauzerə girib pulsuz Facebook'a girmək yox, milyonlarla xidmət var. 3G-nin üstündə təhsil xidməti var, 3G-nin üstündə səhiyyə deyək ki, xidməti var, dövlətin göstərdiyi elektron xidmətlər və s. Məsələn, mən bir xarici ölkədə gördüm ki, məsələn, deyək ki, biz yol gedirik, deyək ki, bir istifadəçi götdü mobil telefonda, 2 düyməsini başladı mobil telefonda deyək ki, ANS-ə baxmağa. Baxdım ki, bəli, 3G-nin üzərində bu ANS-ə baxır. Yəni, ANS televiziya şirkətlərindən mobil operatorların qarşılıqlı müqaviləsi olur, oturub hesablayırlar, vururlar, bölürlər, televiziya şirkətinin göstərdiyi xidməti gətirirlər mobil telefonun üzərində, deyək ki, siz ayda $1, $2 verməklə mobil telefonun 1-2 düyməsini baxırsınız, yolda gedəndə baskından deyək ki, ANS və ya digərini. Belə bir xidmətlər bizdə hələlik yoxdur. Qeyri-qanuni Çin telefonları var, onlarda bu televizorlara baxmaq olur, yəni televiziyaları izləmək olur. Yəni son model olan telefonların 3G-ni hansı dəstəkləyirsə, onu da orada baxmaq olur. Yəni sadəcə telefon dediyi başqadır. Yəni bizdə bu 3G sisteminə keçməmişdən əvvəl belə telefonlar var idi ki, onlardan televiziya izləmək mümkündür. Antenaları var, televiziya baxır. Bu başqa şeydir. Amma 3G xidməti bizə indi imkan verir ki, abunəçi həm görüntülü danışıq aparsın, müxtəlif çeşidli xidmətlər alsın. Həm internetə qoşulsun, yüksək sürətli internetə, həm televiziyanı izləsin. Mən Azərsel abunəçisi olaraq bunu deyirəm, yəni burada Azərseli təbliğ eləmirəm. Azərsel abunəçisi olaraq deyirəm ki, Azərselin 3G xidmətlərinə qoşularaq, yəni bu xidmətlərin hər üçündən istifadə etmək olar. Olar, lap yaxşı. Bəs 4G, bəlkə sual verəcəksiniz ki, 3G-ni indi istifadə etməyə başlamışıq, 4G-yə niyə keçirik? Amma artıq dünya 4G-dən istifadə etməyə başlayıb. Bəlkə də bizim 3G-də atdığımız kövrək addımları dünya 4G-də atıraq. Əlbəttə, yəni biz, mən üzr istəyirəm, vaxtilə biz bir açıqlama vermişdik ki, biz 3G-nin mübarizəsini aparanda, mən baxdım, gördüm, Avropada artıq 4G-nin daha yüksək texnologiyanın söhbəti gedir. Yəni bu LTE deyən bir təzə texnologiya var, yəni söhbət onun üzərində gedir. İndi bizdə də mən bildiyimə görə operatorlar rabitə İnformasiya Texnologiya Nazirliyinə müraciət ediblər. Yəni mən də düşünürəm ki, artıq səhv eləmirəmsə, yəni bunun üzərində qurmaq lazımdır. Amma çox təəssüf edirəm ki, indi hələ bizdə gedişat elədir ki, biz hələ normal bir 3G-ni əldə edə bilmirik. Tamaşaçılar da daxil olmaq, hamımız mobil telefon istifadəçiyik. Bugünkü xidmətin keyfiyyəti bizi qane edirmi? Məsələn, elə yerlər var ki, ora düşürük, deyək ki, əvvəl metroda ümumiyyətlə baksel tutmurdu. İndi yenə, belə deyək də, biraz haradasa göstərir. Məsələn, metroda ümumiyyətlə 3G yoxdur. Ancaq elə yerlər var ki,
Yəni bu Səfirimizi keyfiyyətsiz, bir dəqiqə, mən nəyə gətirəm ümumiyyətlə üç yanlaşı yox. Keyfiyyətsizlik. Müəyyən məqamlar var da, onu nəzərə almaq lazımdır. Çünki Yəni çox saylı stansiyalarınız da var, problem nədir? Yox, söhbət onda gedir ki, müəyyən mühəndis qurğular var. Zirzəmi və s. digər müəyyən, yəni obyektiv deyək ki, səbəblər var ki, onunla əlaqədar deyək ki, müəyyən problemlər yaranar. Metroda 3C varmı? Məncə yox. Göstərirdilər ki, olacaq, yəni ümid eləyin. Çünki bu yaxınlara qədər heç Baksel özü bir yaxşı tutmurdu metrolarda. Yəni bu da hardasa bir ilin. Osman müəllim, neçə illər bundan əvvəl metroda mobil telefondan istifadə eləmək olmurdu da, o pilləli gedir. Bir dəqiqə, siz bu itirilən bu zamanın mı deyək, itirilən keyfiyyətin mi deyək, siz hər halda bunu istehlakçının cibindən götürürsünüz də bu pulu, düzdürmü? Siz bunu ödəyə bilmədiniz mənə, mənim pulumu mənə qaytarırsınızmı? Və yaxud da mən sizi hansısa bir məhkəməyə verə bilərəmmi? Çox paradoksal bir vəziyyət yaranır. Bir tərəfdən qiymətlərin deyək ki, kütləvi şəkildə belə deyək, aşağı düşülməsindən söhbət gedir. O bir tərəfdən keyfiyyət bu da insani hüquqların məsələsindən. pozulması deməkdir. Siz məni lazım olan şəkildə təmin eləmədiniz xidmətlə. Deyilmi Osman müəllim? Məncə belə bir sistem var. Bu müqavilə ilə tənzimlənir və çox təəssüf edirəm ki, hərdən biz həm internet provayderlərdə, həm də mobil operatorlarda müqavilənin elə bir bəndlərinə rast gəlir ki, bu artıq Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olan məqamlar var. Yəni istehlakçıların hüququnun qorunması nöqteyi nəzərdən. Telekommunikasiya haqqında qanuna görə istehlakçıların hüquqlarının qorunması da çox qəribədir ki, tapşırıb Rabitə İnformasiya Texnologiya Nazirliyinə. Hansı ki, bu bazarda yaxşı mənada hegemon qüvvə ilə Rabitə Nazirliyidir. Yəni bütün üç funksiyanı ələ keçirib. Ona görə mən hesab edirəm ki, problem buradadır. Mən belə başa düşdüm ki, Ukraynada, Gürcüstanda var bu Milli Telekommunikasiya Şuraları, hə? Müstəqil Telekommunikasiya Şurası, bəli. Bu bizdə tamamilə doğru. yaradılmalıdır. Yəni, əlbəttə, yəni bizim belə ola bilməz ki, üç funksiya bir nazirlikdə olsun və bazar normal olsun. Bu, lap deyək ki, kimisə aparıb qoy ora. Ən yüksək prinsipal adamı aparıb qoy. Əgər bu kommersiyanın da, dövlət idarə etməsində tənzimləməli də, istehlakçının hüququnu qorunmağı da buna versən, bu əmələ gələn bir şey deyildir. Ona görə mən hesab edirəm ki, biz dəfələrlə ölkə rəhbərinə müraciət etmişik ki, nəhayət ki, Rabitə İnformasiya Texnologiya Nazirliyinin ən azı tənzimləyici deyək, funksiyası onu əlindən almalıdır. Necə ki, deyək ki, prezidentin təqdimatından, Milli Məclis tərəfindən və yaxud da elə prezident tərəfindən deyək ki, müstəqil tənzimləyici bir dövlət qurum formalaşmalıdır. Bazarı bu tənzimləməlidir. İstehlakçıların hüquqlarını bu qaranmalıdır. Üç işdən də bir yerdə Rabitə və İnformasiya Texnologiya Nazirliyi bəlkə əziyyət çəkir məşğul olmağa. O da var. Əliyar müəllim də Bu məsələyə Osman müəllim çox tez-tez toxunur. Yəni, Rabitə Nazirliyi öz əsasnaməsinə görə Rabitə və İnformasiya Texnologiyaları sahəsində dövlət siyasətini həyata keçirilir, bir də tənzimləyici funksiyaları. Bir də kommersiyanı həyata keçirilir. Kommersiya ilə Rabitə Nazirliyi məşğul olur. Niyə məsələn, Bak İnternet dövlətindir, Aztelekom dövlətindir, hamısı dövlətin, bax sizin də, bunlar da kommersiya ilə məşğuldur. Aztelekom da Bakı Telefon Rabitəsi İstehsalat Birliyi ayrıca təsərrüfat subyektləri. Sizə tabidir də, sizin balansınızdadır da bunlar da. Mən çox təəssüf edirəm, bunlar sizin balansınızdadır. Bunlar kommersiya ilə məşğuldur. Bunlar qanuni kommersiya ilə məşğuldur. Bunlar təsərrüfat hesablı dövlət müəssisələri. Siz nə danışırsınız? Təsərrüfat hesablı olsa da onların rəhbərliyini mən hesab edirəm ki, bu məsələyə aydınlıq gətirilməlidir. Bu funksiyalar Rabitə İnformasiya Texnologiya Nazirliyinin əlindən kommersiya səlahiyyəti alınmalıdır. Bu, məsələn, Bak İnternet özəlləşdirilməlidir. Aztelekom özəlləşdirilməlidir. Bu bilinməlidir ki, bunların, yəni bu həm də bazarda sərbəst azad rəqabətin qarşısını alır. Bütün problemlər, bu köklü problemlər bununla bağlıdır. Hələ yaxşı ki, məsələn, mən hesab edirəm ki, hələ yaxşı ki, Rabitə İnformasiya Texnologiya Nazirliyi hələ mühiti belə saxlaya bilibdir. İstənilən vaxt Rabitə Naziri göstəriş verə bilər ki, Bak İnternet qiyməti qaldır. Əlbəttə, onda bazarda qiymət qalxacaqdır da. Yəni, nazirlik formalaşdırır qiyməti, bazar yox. Bazarda internet xidmətini göstərən 35-dən çox xidmət var. Üçü də dövlətindir. 35. Əgər bir bazarda 35 təsərrüfat subyekti fəaliyyət göstərirsə, bu özü sübut eləyir ki, bazarda rəqabət. İndi bazarda xüsusi pay kimdədir? Bazarın xüsusi payı 50% dövlətin əlindədir. Bir neçə il öncə Bak İnternetdə Aztelekom dövlət provayderlərinin olmasının yeri vardı. Dövlət qurumu, Rabitə Naziri, məhz o provayderlərin xətti ilə bazara təsir eləyirdi. Onların qiymətlərini dəyişən kimi bazarın qiyməti dəyişirdi. Amma indi artıq o dövr keçdi də. İndi bunlar artıq start vəziyyətdə
bərabərləşməlidir. Tamamilə doğrudur. Yəni start vəziyyətləri bərabərləşməlidir. İnşallah ki, belə olar və mən istəyirəm ki, artıq verilişimizə yekun vurum. Hər birinizə təşəkkür edirəm studiyamıza gəldiyiniz üçün və aktiv iştirak etdiyiniz üçün. Bizə yaradılan texnika və texnologiyanın bu şəraitindən istifadə ediriksə, biz onlar çox pul ödəməliyik. Amma kaş ki, bu zaman biz uduzmayaq və hər bazar ertəsi saat 21:30-da biz sizi ekran başına dəvət edirik. Çünki çox maraqlı mövzularımız olacaq yenə. Salamat qalın ki, yenə görüşə bilək.